Salam, əsas məsələ burnu qiymətləndirməkdir əməliyyatdan öncə. Təbii ki də biz burnun problemlərini araşdırdıqdan sonra o problemləri həll etmək üçün mütləqdir ki, oradakı qığırdaq bazasını qiymətləndirməliyik. Amma bu qığırdaq bazasının qiymətləndirməsi də elə də asan bir şey deyil. Çünki bunu tam əmin olmaq üçün mütləq burun açılmalıdır. Onun üçün də müəyyən qədər şans məsələsi deyə bilərik. Səbəb, çünki biz əgər öz materialıyla, pasiyentin özünün qığırdağıyla problemlərini çözməyə çalışırıqsa, bəzən o qığırdaqlar tam olaraq yetərli olmur. Bunun üçün də biz qabra qığırdağına və ya qulaq qığırdağına müraciət eləməyə oluruq. Bununla da pasiyentlər hər zaman da razılaşmırlar və maksimum şəkildə öz qığırdaqlarla məsələn həllini istəyirlər. Onun üçün biz o materiallarla həll etməyə çalışırıq. Bəzən olur ki, biz etmişik, bizim pasiyentlərdir, amma bəzilərində istədiyimizi tam maksimum şəkildə ala bilməmişik. Səbəb burunda olan qığırdaq bazasıdır. Nəticələri ancaq onun hesabına əldə etmiş oluruq.